Hər vaxtınız xeyirli olsun. Mən məntiq müəllimi Elbrus Həşimov. Demək ki, bu videoda dövlət qulluğu üzrə 7 iyun tarixində qəbula düşmüş sualların izahını vermiş olacağam. Keçən videoda da bir neçə sualın izahını vermişdim. Qeyd edim ki, dövlət qulluğu üzrə, magistr üzrə yay qruplarına hazırlaşmaq istəyənlər qeyd olunan nömrənin WhatsApp-ına yaza bilərlər. Keçək sualların izahına. Qeyd edim ki, bu suallar dövlət qulluğu üzrə qəbula düşmüş sual formalarına 90% oxşuyur. Yəni tam 100% dəqiqliyi ilə oxşaması da 90% oxşuyur. Yəni bu suallar əgər həllinə baxdıqdan sonra yenə təkrar əgər bu tipdə suallar düşəcəksə, siz yəni bu sualların izahını bilsəz, qəbuldakı sualları da təbii ki, yazmış olarsınız. Keçid sualların izahına. Keçən videolara da kim baxmayıbsa, keçən videoda mən bu imtahana düşmüş saat məsələsi, qeyri-aşkar operator sualını, cədvəl sualını və bu tərəzi sualını izah eləmişdim. Deməli, sualları tərtib etmək, hazırlamaq biraz vaxt aldığına görə, sualları hissəli şəkildə izahını paylaşıram. Keçid sualların izahına. 46-cı sualda üçbucaqların sayılması ilə bağlı sual formasıdır. Demək, burada üçbucaqları biz necə sayırıq? Deməli, nömrələmə vacibdir. Yəni, nömrələsəz, təbii ki, daha rahat şəkildə alarsınız sualı. Yəni, imtahana düşmüş sual təbii ki, ekranda görsənir. Yəni, kompüterlə verirsiniz. Dövlət qulluğu üzrə imtahanlar kompüterlə olduğuna görə bu sualı dəqiqliklə şəklini çəkməlisiniz kağıza. Ondan sonra hansı formatla həll etmək lazımdır? Düzdür, bu sual o qədər də çətin deyil, amma ümumi olaraq bəzən daha qarışıq üçbucaqların sayılması ilə bağlı suallar düşür ki, siz onları şifahi saya bilmirsiniz. Sayı unudursunuz və yaxud saydığınız fiqur, yəni təkrar saymısınız yoxsa yox, biraz şübhələr yaranır. Ona görə bunun ən ideal yolu nömrələməkdir. Və nömrələnmiş deməli fiqurları saydığınız fiqurların kodlarını da yazmaqdır. Məsələn, biz burada nömrələsək, bura 1 yazarıq. Məsələn, bura 2 yazarıq, orada balaca hissə yəqin ki, görsənir. Bura 3 yazarıq, bura 4 yazarıq, bura 5 yazarıq, bura məsələn 6 yazacam, bura yazacam 7, bura yazacam 8, bura yazacam 9. Bu hissələri nömrələməyə ehtiyac yoxdur, çünki onlar bizim üçün bir hissə yaratmırdı, boşluq var deyə və biz bu hissəni götürə bilmərik üçbucaq kimi və yaxud onları hansısa hissə ilə birləşdirə bilmərik. Birinci nə edirsiniz? Birinci bir hissəli üçbucaqları sayırsınız. Yəni bir hissədən, bir parçadan ibarət olan üçbucaqlar 2 nömrəli, 6 nömrəli, 5 nömrəli, bir də 7 nömrəli. Başqa üçbucaq yoxdur burada. Yəni bir hissədən ibarət. Deməli 4 dənə oldu da. Kənara qeyd edirəm, 4 üstə gələk. İndi nə edirik? 3 hissəli, 4 hissəli, 5 hissəli bizə lazım deyil. Bizə lazımdır 2 hissəli. Yəni belə deyək də sistematik formada saymaq lazımdır sualları. 2 hissəli üçbucaqlar bizə lazımdır. Yəni 2 hissənin, 2 rəqəmin birləşməsindən yaranmış üçbucaqlar lazımdır bizə. Biz orada 1-2 görürük. Yəni hamı bunu yəqin ki görür. 1-2-nin birləşməsi bizə üçbucaq verir. Bundan sonra hansı verir? Və diqqətlə baxsaq 4-5 də verir bizə. Yəni 4 ilə 5-in birləşməsi 2 hissədən ibarət üçbucaq bizə verir. Yəni 4-5 yazıram. Bir də görsənir 7-8 yazıram. 7-8-dən başqa 2 hissənin birləşməsindən yaranan üçbucaq varmı, yoxsa yoxdur? 8-9 ola bilərmi? Ola bilməz. 9-6 ola bilərmi? Ola bilməz. 6-5 ola bilərmi? Yox. 5-9 olarmı? 4-5 olarmı? Bəli, yazmışam. 3-4 olarmı? Xeyr. 3-2 olarmı? Xeyr. 1-4 olarmı? Xeyr. 1-3 olarmı? Xeyr. Yəni bu formada yoxlaya bilərsiniz. Əgər görməsəz, diqqət yayınsa əgər bu formada yoxlaya bilərsiniz. 3-7 olarmı? Xeyr. Orada balaca parça yuxarıda deyə 3-4 bizə vermir. 2-3-7 verir, amma 3-7 vermir. Bu arada 3-7 trapesiya verir bizə. Deməli, məsələ burada nədir? Başqa 2 hissənin birləşməsindən üçbucaq yoxdur. Görürsünüz, cəmi 3 dənəsini saymışam. Ona görə plus 3 yazıram əlavə olaraq. İndi keçirik 3 hissənin birləşməsi. Yəni 3 rəqəmin birləşməsindən yaranan üçbucaqlar. 2-3-7 yəqin ki, hər kəs görmüşdü bunu. 2-3-7. Ondan sonra diqqətlə baxsaq, demək 2-3-7-dən sonra başqa 3 hissənin birləşməsindən yaranan üçbucaq varmı, yoxsa yoxdur? Bunu axtaraq, görək var, yoxsa yoxdur. Demək, görmürəm. Məncə yoxdur. 4 hissə var, amma 3 hissə yoxdur, fikir versək. 3 hissə yoxdur başqa. Bir də diqqətlə baxsaq, 7, 8, 9, 6. Bu artıq 4 hissədir, yəni. Qeyd edirəm yenə 7, 8, 9, 6. Bu da bizə bir böyük üçbucaq verir. Bir dənə bu 2, 3, 7, bir dənə 7, 8, 9, 6. Bir dənə də var daha böyük üçbucaq. 1, 2, 3, 4, 7, 8. Bunlar hamısı böyük bir üçbucaq bizə yaradır. 1, 2, 3, 4, 7, 8. Gördünüz? Buradan da 3 dənə saymışam. Hələ ki 10 dənə saymışam. Üstə gələk 3. Görürsünüz 10 dənə ümumilikdə üçbucaq saymışam.
Başqa axtarırıq, görə üçbucaq varmı? Yəni üçbucaq görsəz, məsələn 4-5 gördünüz, amma baxırsınız. Kodları yazmaqda məqsəd nədir? Məsələn siz şifahi sayəndə yaddan çıxır. Biz görəsən 4-5-i götürmüşdük, yoxsa yox? Təbii ki, bu sual asandır. Burada yaddan çıxması da böyük suallarda, üçbucaqların sayı çox alınan suallarda yaddan çıxır. Kodu ona görə yazırsınız ki, əgər 4-5-i təkrar görsəz, axtararsınız, baxarsınız. 4-5 yazmısınızsa artıq 4-5-i saymaq lazım deyil üçbucaq kimi. Və yaxud 7-8-9-6 gözünüzə görsəndi. Görürsən ki, 7-8-9-6-nı yazmışam, onu təkrar niyə sayıram ki? Yəni yazmaqda məqsəd budur, yəni bu arada. Başqa üçbucaq baxırsınız, yox. 4-5 bizə üçbucaq vermir. Yəni bu hissə bitişik olsaydı, bəli, bu böyük hissə bizə üçbucaq verərdi, amma o üçbucaq vermir bizə. Başqa axtarırsınız, yəni 1, 4, 8, 4, 5, 8, 9 belə görürsünüz, heç cürə üçbucaq tapa bilmirik, yəni. Yəni biraz fikirləşirsiniz bir dəqiqə, yəni görürsünüz ki, başqa üçbucaq tapılmır. Nə etsək də, yəni böyütsək də fiquru, balaca baxsaq da heç cürə alındıra bilmirsinizsə, deməli elə say 10 dənəymiş, yəni 10 dənə bucaq saymış olur. Keçirik növbəti sualımıza. Növbəti sualımız mətnin təhlili ilə bağlı sual formasıdır. M, N, P, Q, R, S və T. X-in anası, xalası, qardaşı, bacısı, arvadı, atası və qızıdırlar. Belə çətin sual deyil. Bu sual forması magistr deməli üzrə olmalıdır, magistr suallarından tanış gəlir mənə. Demək ki, keçək sualın izahına. Sadə bir təhlil forması, çox asan təhlildir. Dövlət qulluğu üzrə normalda o qədər də çətin, yəni təhlil düşmür. Yəni orta e, tipli təhlillər düşür. Deməli, diqqətlə baxsaq, biz bunu məlumat cədvəli ilə həlləməliyik, yoxsa plus-minus cədvəli, yoxsa sıra cədvəli, yəni sıra formatında təhlillə həlləməliyik. Bunu təyin etmək üçün suallara baxırsınız. Sualda əgər inkar və inkar tipli cümlələr varsa, yəni siz bunu plus-minus cədvəli ilə getməlisiniz. X-in anası deyil, inkar. Bir də diqqətlə baxmaq lazımdır. Yəni söhbət cümlənin mütləq inkarından getmir söhbət. Diqqətlə baxsaq orada M ilə Q bacıdırlar. Yəni bu iki nəfər bacı olmağı düzdür. İnkar tipli cümlə deyil. Amma digərlər üçün inkardır. Nəyə görə? Çünki M ilə Q bacıdırsa, ana, xala, qardaş, bacı, arvad, ata və qızı. Bunlar arasında iki bacı kimdir? Təbii ki, ana və xala. Ona görə də belə çıxır ki, qardaş, bacı, arvad, ata və qız üçün M və Q ixtisar olunacaq. Yəni minuslanacaq. Bu da bu arada inkar tipli bir cümlə. Bunları tapmaq lazım təbii ki. Ona görə biz plus-minus cədvəlindən, yəni kəsişmədən istifadə edirik. Deməli, sol tərəfə qeyd edəcəm adları. Burada bir dənə kəsişmə yeri. Bura qeyd edəcəm adları. Məsələn, M, N, P, Q, R, S, T. Hamısını qeyd elədim yəqin. 3, 4, 5, 6, 7, 1, 2, 3, 4, 5, 6, 7 qeyd elədim. Cədvəl burada qurtaracaq və yuxarıda onların kimlərin olduğunu yazacağam. Yəni, məsələn, ana buraya yazacağam. Bunu da biz bağlamalıyıq təbii ki, kəsişməyə görə. Xalanı buraya yazacağam, xala. Sonra qardaş. Sonra bacı, arvad. Bacı, arvad. Kim qaldı orada? Ata və qızı. Ata və qızını da yazarıq bura. Bu formada bir dənə cədvəl qurduq. Ondan sonra sətirləri təbii ki, ayırmaq lazımdır. Yəni cədvəl formasında bu forma ilə də həll etsəz, yəni çox rahat alınır onsuz da. Cədvəl olmasa da eləmək olar, bu əslinə qalsın. İndi baxır. Necə sizə rahatsa o formada götürərsiniz, sualı yazarsınız. Təbii ki, cədvəl də, yəni təhlillərdə bəzi suallar cədvəllə də rahat həll olunur. Deyir ki, M və Q bacıdır. Yəni bu hissəni, axırıncı cümləni mən təhlilləmişdim. Özü təhlillərə sırayla baxmaq lazımdır. Cümlələrə qarışıq formada baxın ki, ipucular axırıncı cümlələrdə ola bilər. Burada axırıncı cümlədə də ipucu var. Bu arada M və Q bacıdırlar. Bu nə deməkdir? Bunlar deməli ana və xaladırlar. Belə çıxır ki, M ana, xala ola bilər. Bunlardan biri ola bilər. Qardaş ola bilməz, bacı ola bilməz, arvad ola bilməz, ata ola bilməz, qızı da ola bilməz. Eyni zamanda bu Q üçün də şamil olunur. Yəni Q ya ana olmalıdır, ya xala olmalıdır. Deməli, digərləri üçün Q-nü də nə edirik? Minuslamağını qoyuruq. Burada bir dənə cümlə var. Burada deyir ki, Q X-in anası deyil. Q X-in anası deyilsə, deməli Q ilə ananın kəsişməsini nə edirik? Minusluyuruq və burada bir dənə xala üçün yer qalır. Görürsünüz bu sətirdə. Bu xalası əgər Q-dürsə, deməli
Sütunları hamısını minuslamalıyıq ki, heç bir hərf xala ola bilməz artıq. Və diqqətlə baxsaq, burada M də tapılır. Heç bir hərf daha ana ola bilməz. Ana tapılıb artıq M-dir. Ondan sonra diqqətlə baxsaq, P ilə Q eyni cinsin nümayəndələridir. Bu nə deməkdir? Bax, M ilə Q bacıdırsa, hər ikisi ana və xala tapıldı bu arada. Bu belə çıxır ki, qadın cinsinin nümayəndəsidir. Belə çıxır ki, P də qadın cinsinin nümayəndəsi olur. Bu kənara özüm üçün qeyd edək. P qadındır, kimsə qadın olacaq. Yəni P ola bilər, ana xala olmaz, təbii ki, tapılıb o. P ola bilər bacısı olsun, ya arvadı olsun, ya da qızı olsun. Bunlardan biridir. Ondan sonra S M-dən öncə anadan olub. Bax, bu nə deməkdir? S M-dən öncə anadan olub. Yəni bu yəqin ki, boş yerə verilməz cümləni. M bizdə ana idi. S niyə M-dən öncə anadan olsun ki? Deməli, burada S artıq ana xala ola bilməz. Deməli, qızı da ola bilməz. Arvadı ola bilməz, bacısı da ola bilməz, qardaş da ola bilməz. Nəyə görə? Çünki S M-dən böyükdür, yəni anasından böyükdür. S. Deməli, ata olacaq təbii ki. S də tapıldı burada. S olacaq ata. S ilə atanın kəsişməsindən bir dənə plus. Sətirləri hamısını minuslamalısınız mütləq şəkildə. Eyni zamanda sütunları da plusun, sütunlarını da minuslamaq mütləqdir ki, çünki heç biri artıq ata ola bilməz. S də tapıldı bu arada. Birinci cümlədə getdi. Fikir versək, bizim 3 dənə cümləmiz qalır. X-in arvadı öz həmyaşıdıdır. X-in arvadı öz həmyaşıdıdır. Bu cümləni yəqin ki, bizə elə belə veriblər, bu ola bilər. Sonra, P ilə Q eyni cinsin nümayəndəsidir. Bu cümlə də hazır. Çünki P qadındır, bunu tapdıq artıq. Və deyir ki, burada M və N müxtəlif cinslərin nümayəndələridir. M tapılıb anadısı, deməli N kişidir. Kənara özünün üstünü qeyd edək, N kişi olacaq. Yaxşı, N kişidirsə və kim olacaq N? Deməli, burada iki kişi var bu arada. Ana, xala, xeyir, qardaşı və atası. Deməli, ata tapılıbsa, deməli, N kişi isə N deməli nə olacaq? Məcburdur ki, qardaşı olsun. N də tapıldı. N olacaq qardaşı və bura bir dənə plus qoyursunuz. N-lə qardaşının kəsilməsinə sətirləri tez minuslamalısınız. Hamısını, sütunları da nə edirsiniz? Hamısını minuslamalısınız. İndi bizə deyir ki, yuxarıdakılara əsasən mülahizələrdən hansı doğru olmaya bilər deyir. Biz demək olar ki, 90% təhlilləmişik. Yəni 100% olmasa 90% təhlilləmişik cümlənin sualları. MX-in anasıdır, doğrudur. Amma bizə doğru olmayanı soruşur. Hansı doğru olmaya bilər? Yəni, bu deməkdir ki, həm doğru da ola bilər, yanlış da ola bilər. Yəni, bu cümləni yəqin ki, buna görə qoyub. İndi baxırıq. MX anası düzdür. QX-in xalası düzdür. Eğer qadın cinsindəndir. Eğer qadın cinsindən olacaq 100%. Nəyə görə? Çünki burada iki kişi olmalıdır. Bir qardaş, bir də atası olmalıdır. Onlarda hər ikisi tapılıb. Biri N idi, biri də S idi. Kişi nümayəndəsi. Qalan hamısı qadındır təbii ki. Ona görə er qadın cinsindəndir 100%. Sadəcə bilinmir kimdir, tapılmayıb. N və T müxtəlif cinslərin nümayəndələridir. Deməli, diqqətlə baxsaq, N və T, bəli, müxtəlif cinsin nümayəndələridir. Nəyə görə? Çünki N tapılmışdı. N kim idi? Qardaşı idi. T isə tapılmasa da, amma bilirsən ki, T artıq qadın cinsinin nümayəndəsidir. Və həqiqətən doğru deyir. N kişidir, T qadındır və müxtəlif cinslərin nümayəndələridir. Ona görə D də doğrudur. İndi E variantı yəni mütləq doğru deyil. Yəni bizə şərt deyir ki, deyir hansı doğru deyil demir. Deyir ki, hansı doğru olmaya bilər. T X-in qızıdır. Çünki T tapılmayıb kimdir? T yəni burada tapılmır. Yəni qızı ola da bilər, olmaya da bilər. Ona görə də mütləq doğru olmayan variant bizdən soruşur. Qalan 4 dənə variant mütləq doğrudur. E variantı mütləq doğru olmadığına görə doğru ola da bilər, doğru olmaya da bilər. Ona görə təbii ki, bizim sualımızın doğru cavabı E variantı olmuş olur. Keçirik növbəti sualımıza. 48-ci sual. Demək, bu sualın həllini riyazi formada biz həll edə bilərik. Yəni necə? Bu sual tiplərinin biri çöldə, biri içəridə. Belə sual formalarının deməli, birbaşa, yəni belə deyək, qısa formatda həll üsulu necədir? Siz bu çöl üçbucaqlar, biri görürsünüz ki, çöldədir, biri də görürsünüz ki, içəridədir. Siz çöldəkiləri əgər minus adlandırsaz, içəridəkilər plus olacaq. Əgər siz çöldəki üçbucaqları plus adlandırsaz, içəridəkilər minus olmalıdır. Yəni, fərqlənmir, hansını istəyirsiniz eləyin yəni. Məsələn, mən istəyirəm ki, çöldəki üçbucaqlara müsbət verim, ona görə olacaq sayı 4 dənədir, ona görə olacaq müsbət 4. Düzdürmü? Bu, içəridə üçbucaq olduğuna görə bu olacaq mənfi 2. Düzdür? Bu da çöldə 2 dənə üçbucaq olduğuna görə bu olacaq müsbət 2. İndi baxın, riyazi olaraq.
Müsbət 4 ilə -2 birləşib bizə müsbət 2-ni vermirmi? Verir təbii ki. İndi ikinci sətrə gəlin baxaq. Bunun üçüncü sətri də olmalıdır burada aşağıda. Keçək ikinci sətrə baxaq, sonra üçüncü sətri rahat tapaq. İkinci sətri görə mənim dediyim qayda ödür, yoxsa yox? İçərini mən mənfi götürmüşdüm bu arada. -1. Bu da deməli çöldə 5-dən olduğuna görə müsbət 5 götürürük biz bunu. Və diqqətlə baxın, bu da müsbət 4-dür. Biz görürsünüz, çöldə 4-dən 3 bucaq. Baxın elə riyazi olaraq -1, müsbət 5. Müsbət 4 verirdi bizə. Yenə ödədi. İndi üçüncü sətri də bu qaydada götürürük. Üçüncü sətrə baxırıq. Çöldə 2 dənə müsbət 2. Yenə çöldə 2 dənə müsbət 2. Bizə nə verir? Müsbət 2, müsbət 2. Riyaziyyatda bizə müsbət 4 verir. Bu demək ki, 4-dən 3 bucaq çöldə olmalıdır. 4-dən 3 bucaq çöldə olan variantımız hansıdır? Təbii ki, C variantı olmuş olur. Həm çox sadə sual, yəni 15 saniyəlik bir sualdır. Keçdik bu suala, yəni belə deyək. Bu da yeni deməzdim, sadəcə belə sual tipi də artıq qəbula düşür normalda və bunu da təbii ki, yenə növbəti imtahanlarda sala bilərlər. Yəni təbii ki, bunun izahına baxmasaz biraz görünməyə bilər sualın həlli. Yəni imtahan zamanı. Ona görə bunun təbii ki, bütün sual tipləri ilə tanış olub, sonra imtahana girmək lazımdır ki, təbii ki, maksa yaxın nəticəni göstərə bilərsiniz. Deməli deyir ki, komplektlərin hər birindəki şəkillər arasındakı qanunluluğu tapın, verilmiş şəklin hansı komplektə uyğun olduğunu tapın. Deməli, məsələ nədir? Deməli, diqqətlə baxsaq, bizə deyir ki, birinci sırada olan şəkillərin arasında qanun uyğunluğu var, hər hansı bir qanun uyğunluğu. İkinci sətirdə olan şəkillər arasında da qanun uyğunluğu var, başqa bir qanun uyğunluğu. Bizə burada üçüncü şəkli verir. Deyir ki, üçüncü bu şəkil, yəni bu şəkil, hansı birinci komplektə uyğundur, yoxsa ikinci komplektin qanun uyğunluğuna uyğundur? Ola bilər hər ikisinə uyğun olsun. Variantlarda hər ikisi ola bilər, birinci, ikinci və yaxud müəyyənləşdirmək mümkün deyil və yaxud heç biri. Diqqətlə baxsaq, bu arada bu imtahan vergi imtahanına da düşə bilər, magistr imtahanına da düşə bilər. Çünki artıq proqram birləşib, dövlət qulluğu üzrə qəbula düşmüş şeylər magistrda da artıq düşür, magistrda düşmüş bütün suallar da, bütün deməzdim, yəni bir çox suallar da artıq magistrda da görsənir keçən ildən bəri. Və eyni zamanda vergi üzrə də imtahana düşə bilər. Yəni məntiqi təfəkkür formada baxdıq ki, yəni istənilən sual formasından məlumatınız olmalıdır ki, imtahanda yəni yüksək nəticə yəni göstərəsiniz. Eyni zamanda magistrda olan suallar da bir çoxu dövlət qulluğunda da düşür yəni normalda. Deməli, diqqətlə baxsaq, sualın məntiqi nədir? Diqqətlə baxaq. Birinci qanuna uyğunluq nədir? Birinci qanuna uyğunluq. Birinci qanuna uyğunluq ondan ibarətdir ki, İçəridə baxın, primitiv izahı var, əslinə qalsa. Sadəcə bunu görmək lazımdır. İçəridə görürsünüz ki, say olaraq neçə dənə 5 bucağı var? Birinci şəkildə var, buradan söhbət gedir. Diqqətlə baxsaq, 7 dənə 5 bucaq görürsünüz. 7 dənə 5 bucaq, düzdürmü? 7 5 bucaq. Və kənarlarda 7 dənə qara rəngdə romb görürsənir. Kənarları görürsünüzmü? 7 dənə qara romb görsənir. Bu oldu məntiq. Burada isə diqqətlə baxsaq, 4 dənə 5 bucaqlı var və kənarlara diqqətlə baxın. 4 dənə də qara romb var. 2 dənə bu bayrağa oxşar fiqur var burada. Bundan var. 2 dənə bundan. Yarım dairə deyək də. 2 dənə bu fiqurdan var və 2 dənə kənarlara baxın. 2 dənə boz var. Hamısını da ödəyir axıra kimi. Bu şəkilə gəlin baxaq. 2 dənə 5 bucağımız var və kənarlara baxın. 2 dənə qara rombumuz var. Yarım dairəyə oxşar 1, 2, 3, 4, 5 dənədir görürsünüz. Mərkəzdə 5 dənə və kənarlara baxsaz 5 dənə boz romb görürsünüz. Axıra kimi eyni məntiq ödəyir. 3 dənə 5 bucaq, kənarlarda 3 dənə qara. 2 dənə yarım dairə deyək, kənarlarda 2 dənə boz. Burada deməli, bir dənə 5 bucağımız var, kənarda bir dənə qara romb. 4 dənə deməli yarım dairə deyək. 4 dənə yarım dairə var və kənarlara baxsaz 4 dənə boz rombumuz var. Birinci sıranın qanun uyğunluğu budur. Məntiqi qanun uyğunluğu bu oldu. 5 bucaq nəyi göstərir? Qara rombların sayını göstərir. Yarım dairə nəyi göstərdi? Bozları göstərdi. İkinci sətr isə diqqətlə baxsaq, bunun tərsidir. Diqqətlə baxın, bunun tərsi. Fikir verin, burada məsələn 1, 2, 3, 4, 5, 6 dənə qara, daha doğrusu 6 dənə 5 bucaq. Görürsünüz, 6 5 bucağımız var. Kənarlara diqqətlə baxsaq, 3, 4, 5, 6 dənə boz var. Bayaqları, bayaqki birinci şəkildə 6 dənə 5 bucaq qaraların sayını göstərirdi. 5 bucaqlar qaraların sayını göstərirdi. Burada isə tərsinədir. 5 bucaqlar bu dəfə bozların sayını göstərir. Yarım dairələri görürsünüz, 3 dənə yarım dairə, kənarlarda 3 dənə qara rombumuz var. Burada məsələn,
4 dənə beşbucaq, kənarlarda 4 dənə bozumuz, deməli 2 dənə yarım dairə, kənarda 2 dənə qaramız. Görürsüz, burada yarım dairə qaranı göstərir. Burada 3 dənə yarım dairə, kənarlarda 3 dənə qara. Deməli 5 dənə beşbucaqlı var burada. Kənarlarda 1, 2, 3, 4, 5 dənə boz rombumuz var. Növbət şəkildə 3 dənə beşbucaq, kənarlarda 3 dənə boz, bir dənə yarım dairə, kənarlarda bir dənə qara romb. Sonra axırıncı şəkil. 6 dənə görürsünüz ki, beşbucaqlı var və kənarlarda həqiqətən də 6 dənə bozumuz var və 4 dənə yarım dairəmiz var. Kənarlarda 4 dənə qara rombumuz var. İndi diqqətlə baxsaq bu şəklə, bu axırıncı şəkildə biz görsək nə görürük burada? 4 dənə yarım dairə, kənarlarda nədən 4 dənədir? Fikir versək qaradan 4 dənədir. Bizim bu yarım dairə qara harda olurdu? Birincidə yoxsa ikincidə? Təbii ki, ikinci şəkildə. Bax burada ikinci, üç dənə yarım dairə qaraları göstərirdi. Bu iki dənə deməli yarım dairə qaraları göstərirdi. Bu şəkildə də bu nümunədə 4 dənə yarım dairə qaraların sayıdır, 3 dənə beşbucaq bozların sayıdır. Yəni ikinci şəklin qanuna uyğunluğuna oxşardı. Birinci şəklin deyil. Ona görə cavab olacaq təbii ki, ikinci. Yəni ikinciyə aiddir. Yəni sualımızın doğru cavabı olur E variantı. Deməli səhifəmizi izləyə bilərsiniz, abunə ola bilərsiniz. E, təbii ki çalışacağam. Yəni bu imtahana düşmüş digər sualların da təbii ki hazırladıqdan sonra izahını verim.